Hörmətli izləyicilərimiz, nəhayət ki, təmir bitdi, gəldik çəkilişə. 119 min manata. Sarayda, ana prospektin düz yolun kənarında, ana yoldan 50 metr, məktəbə 100 metr, prospektdə 50 metr, sarayda, Araz marketə yaxın, Oba marketə yaxın, özünüzə hündür ərazidən, sarayın sentrindən, marşruta 508 nömrəli marşruta, piyada, ev axtarırsınızsa ekrana yaxın durun. Sizin için Saray Əmlak Bazarının ən keyfiyyətli və 2 mərtəbəli gözəl və modern evlərindən birini təqdim edirik. Evimizin birinci mərtəbəsidir. Hər 2 mərtəbənin qardaş qeyd edirəm ki, işıq sistemi ayrıdır. Birinci mərtəbə ilə ikinci mərtəbə monolit beton öz həmişə sözünü deyir, keyfiyyət mənbəyidir. Hörmətli izləyicilərimiz, birinci mərtəbədə solda zaldır. Bir dənə gözəl bir zalı var, hörmətli izləyicilərimiz. Bura tvistent yığılıb, qəşəng bir dənə tvistent yığılıb. Pəncərənin deməli, oval formadadır. Evimizin həyəti barədə məlumat verim. Hal-hazırda iş gedir, fasad işlənilir. Jalüz, avtomatik jalüz darvazadır. Maşın birbaşa həyətə daxil olur. Evin qapıları taze qapılardır, bilən bilir, keyfiyyət burada həmişə ön plandadır. Hörmətli izləyicilərimiz, radiator şeyləri qoyulub burada. Bir dənə burada gözəl bir mətbəxi var. Kanalizasiya xəttləri, su xəttləri hamısı çəkilib hazır vəziyyətdə. Bu gün al, sabah köç, yaşa. Çünki evimizin kupçası var. Hörmətli izləyicilərim, gözəl və modern ev axtaranlar, gözəl bir zəhmət olmasa oradan göstər. Baxın, evin mətbəxdən çıxış hissəsi, paltar asmaq üçün, qladovka yığmaq üçün ideal bir məkan. Burada gördüyünüz kimi belə bir kanalizasiyanın trapını atıblar, kombinin xəttləri bura çəkilib. Hörmətli izləyicilərimiz, inşallah keçək indi birinci mərtəbənin bir dənə sanuzelində sizə göstərim. Mənim hörmətli izləyicilərim, bugün al, sabah köç, yaşa. Hörmətli izləyicilərimiz, burada da bir dənə qladovka, bir dənə burada da şifonyer yığa bilərsiniz. Burada evimizin sanuzelidir. Bura nə edə bilərsiniz? Mən bu evlərdə görmüşəm, hörmətli izləyicilər. Bir dənə sizə tüyo verim, türklər demişdim. Burada bir dənə paltar yeniləyirsiniz, üstünə bir dənə şkaf yığdırırsınız. Oradan da şey var, mətbəxin o biri divarına düşür. Orada bir dənə kanalizasiya xətti verirsiniz. Sonra ideal genişlik. Baxın, buranın genişliyi nəyə desəz deyə. Pləkan da yığılıb hazırdır. Keçək indi ikinci mərtəbə ilə tanış olaq. Evimizin ikinci mərtəbəsindəyik. Balkon tamdır. İndi hal-hazırda həyətdə fasad işləri gedir. İkinci mərtəbədə də sanuzel var. Mərtəbəsi monolit beton. Mərtəbəsi də istipol. Baxın, keramogranit vurulub. Burada bir dənə yataq otağıdır, böyük yataq otağı. Baxa bilərik, oval formadadır. 2 dənə açılan qoyulub oval formada. Evimiz beton monolitdir. Bir dənə burada gözəl otaqdır, yataq otağıdır. Tünd rəngdə seçiblər. Hörmətli izləyicilərimiz, pəncərələr korичnevlidir. Saray Əmlak Bazarında. Hörmətli izləyicilərimiz, normal bir ev axtarırsınızsa buyurun bizə zəng edin. Birbaşa əmlak sahibinin özü ilə sizi izalaşdıracaq, özü ilə danışacaqsınız. Bir dənə də yataq otağı buradadır. İkinci mərtəbə 5-in 3-ə, 4-ün 3-ə, 3 yarım, 3 hissə yataq otaqlarıdır. Ən böyüyü də 5-in 3-ədir. Plus, hörmətli izləyicilərimiz, ikinci mərtəbə radiator sistemidir, birinci mərtəbə stipoldur. Onu da qeyd edeyim ki, bu dəqiqə axtarılan əsas evlərdə olan müddəalar hamısı bu evdə var. Allah alanı da satanı da xeyir versin, buyurun zəng edin.